Azərbaycan Yazıçılar İttifaqının sədri Anar müəllim başda olmaqla Biz salamlayırıq Çingiz Anar müəllim. Abdullayev, bizim katibliyimiz, necə deyərlər, Səlim Babulla oğlu, Rəşad Məcid, bu yaxında Rəşad müəllimlə bizim dövlətimiz tərəfindən mükafat, belə dövlət mükafatı təltif olundu. Bir daha İlqar Fəhmi, Seyran Səxavət, Sayman Aruz, o qədər gözəl insanlar var ki, yəni mənə onlar belə bir xeyirduanla o vəsiqəni mənə təqdim etdi ki, Çingiz müəllim Abdullayev gətirir Səməd Vurğunun iş otağına, mənim o qarşıma gəldi, belə necə deyim, heç bir zaman o günü mən unutmayacağım və mən yazdığım şeirləri də elə məsuliyyətlə yazıram ki, mən bilirəm ki, onlar məni başa düşürlər, onlar məni anlayırlar, onlar məni alqışlayırlar və fəxr edirəm ki, Bəstəkarlar İttifaqının üzvüyəm və heç təsadüfi deyil ki, Sırağa gün Muğam mərkəzində bizim dünya şöhrətli dahi bəstəkarımız, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Fəngiz xanım Əlizadənin əsərlərindən ibarət bir gözəl konsert oldu. Dünya şöhrətli Türkiyənin Fazil Say, onun kvartet rəhbərliyi ilə kvartet orkestri orada ifa etdilər və çox böyük alqışlarla, anşlaqla keçdi.